Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. İslamlıq və tühlüğün 33-cü hissəsini başlayırıq. Siz yoldaşlara sağlıq arzulayıram. Bu hissədə insanşünaslığın 5-ci, sonuncu bölümünü sizlərə təqdim edirəm. Üz verən çaxnaşıq hadisələr, yəni təşənnüclü, gərgin olaylar bizim ölkəmizdə hər bir vicdanlı vətəndaşı kədərləndirir. Hər bir insaflı adamı qüssələndirir. Axı ölənlər də, öldürənlər də bir baxımda vətəndaş sayılır. Bütün ölənlərə Tanrıdan rəhmət, rizvan ilə qufran, ailələrinə səbir, dözüm, öldürənlərə də eşidən qulaq arzulayıram. Eşidən qulağın o qədər önəmi var ki, Mövlana irfanını beşnovla, ya həmən eşidinlə, duyunla başlayır. Belənçi durumda Mövla Əlidən Malikəşdərə yazdığı məktubundan bir hissəsindən sözümü təbərrükləndirirəm və əksər müdarəsətəl uləma və münafəsətəl hükəma fi təsbit ma sələhə əleyhə əmr biladik, məmləkətdə sülh olmaq üçün alimlərlə, həkimlərlə çox oturdur elə, onlarla bəhs elə, danış, bir söyləm yaratcınan, danışmağı təpikləmə, danışanları tapdalama. Vəcəl lizəvil hacat minkə qismən tufarriqu ləhum fiyhə şəxsək, boynu bükük ehtiyac olan adamlara şəxsi özün bir ayrıca vaxt ayır. Və təclis ləhum məclisən amən, ümumi məclisdə hamı gələ bilən oturumda onlarla oturcunan. Fətəvazəu fihi lillahilləzi xələqək, onlarla alçaq könül olcunan. Onları da Allah yaraldıbdı, səni də. Və tuqidu ənhum cündək və əvanək min əhrasik və şürətik, bütün başçıları, nizamiləri, ordusalları, mühafizləri, qorucuları, polisləri mürəxəs elə, buraxcınan. Hətta yükəlliməkə mütəkəllimuhum qeyrə mütətətin, səndən azad, üzgür, kəkəliksiz, yəni lüknətsiz danışalar. Niyə ki, fəinni səmi'tu Rəsuləllah sallallahu aleyhi və alihi yəqulu fi qeyri məvtinin, niyə ki, mən Allahın elçisindən, Peyğəmbərdən nə bir yerdə, neçə yerdə eşitmişəm, lən tuqəddəsə ümmətun, la yuxəzu lizzəif fiyhə haqqıhu minəl qəvi qeyrə mütətətin. Bir ümmət heç zaman pahlanmayacaq, təmizlənməyəcək. Məyər zəif, gücsüz, orada qəvidən, güclüdən dili tutulmamış həqqini ala. Umaram Mövla Əli rəsm etdiyi topluma birlikdə yürüyək. Bu ön sözdən sonra sözümüzün davamını bir el sözü ilə davamlayırıq. Deyiblər, insanın kökü eldə, ağacın kökü yerdə. Türkün insan şünaslığı eldən, törədən qaynaqlanır. İnsan şünaslıq ağacının budağı, qanatları çoxaldı. Qərar 4 bölümdə yığmaq idi. Sözlərin çoxluğu
Təbrizli Şəmsin özəl insan şünaslığı bizi dörtlükdən eşiyə çıxartdı. Biz keçmiş bəhslərdə bura çatdıq. Türk müsəlmanların insan şünaslığı Farabiyə, Qutadğı Bilikə, Qur'ana, Nəhcül Bəlağəyə, Məsnəviyə dayanaraq bir insani teoriləşdirirdi və bəşəriyyətə tanıtdırırdı. Özünü tanıyan, kimliyinə, hoviyyətinə dayanan, kimlikdə 5 müəllifə görən, dil, din, coğrafiya, tarix, kültür ilə törə, tək tanrıya inanan, tanrı ilə hub ya sevgi ilgisi yaradan Həzrəti Muhammədi onun əmin, sadiq elçisi bilən, qeyb aləminə inanan, bu aləmdə öz rütbəsini tanıyan, rəisə boyun əyən, çevrəni qoruyan, digər adamlara təavun ilə bir, ihsan ilə infaq əsasında yanaşan, tədbir bəqanı düşünən, yəni digər adamların bəqasını düşünən, qənaətçil, yaxşı olub yaxşı iş görən, sevdiyindən bağışlayan, birlik axtaran, ədaləti sevən, yayan, zülmə, təbizə qarşı çıxan, haqqa boyun əyən, nəhayətdə üzgür, bağımsız, cəsarətli bir insan olandır. Mevlana'nın insan şünaslığını Farabinin insan şünaslığına mərtəbə qavramı yanaşdırırdı. Yəni kimsə öz yerini tapmalıdır. Qutadğı Bilik'in insan şünaslığına yaxşılıq, ihsan ilə infaq qavramı bağlayırdı. Yəni insanlar bir-birinə yaxşılıq eləməlidirlər. Qur'anın insan şünaslığına da birlikdə ağıldan yararlanmaq ilə, üsyan atını çapmaq ilə, salih əməl, həmən yaxşı iş yaratmaq ilə dayandırırdı. Nəhcül Bəlağənin insan şünaslığına insan öz qədrini bilmək ilə, özünü tanımaq ilə, ərəfə nəfsəni dadmaq ilə düyünlənirdi. Bunlar həmən ilgilərdir ki, insan şünaslığı biz Türkün qavramında, düşüncəsində, Qur'andan, Nəhcül Bəlağədən, Farabinin fəlsəfəsindən, Qutadğı Bilik'in hikmətindən, Məsnəvinin düşüncəsindən qaynaqlanaraq biz sizlərə təqdim etmişdik. Belə insanşünaslıq Türk müsəlmanların fəlsəfə ilə hikmətindən çıxaraq şüubiyyənin insanşünaslığı ilə qarşı-qarşıya olurdu. Niyə ki orada bir insanla üzbəyüzük öz qazancını axtaran, çox məsrəf edən, tökətici, həman israfkar, məsrəf edən, sömürgəçi, yəni istimarçı, istimar axtaran, o birisi millətləri müstəmirəsinə salan, yalancı, talancı, çapqınçı, münazi'ül-bəqa, yəni təhcə öz qalmağını düşünən, özgənin qalmamağına düşünən, özgənin qalmağını öz məfkurəsində yer verməyən, zülümkar, davaçı, təhrifçi, təfrəqə ilə ayrılıq salan bir insandır. Mevlana ilə Şəmsin düşüncəsində ümumiyyətdə hindi kələməsi şüubiyyə farsi məcusiyə dilalət eləyirdi. Biz onu açıqlayacağıq. İndi bu bölümdə yeri gəlmişkən Türk müsəlmanların milli irfanının
başlarının baş təmsilçisi Şəmsəddin Təbrizidən insanşünaslığı soruşub araşdıracağıq. İnsanşünaslıq, insan olmaq qavramı Şəmsin düşüncəsində nə anlam daşıyır? Di şeyx باچراغ همی گشت گرد شهر کز دیو و دد ملولم و insanəm arzust. Mevlana deyirdi, elə bir dünən idi Şəms gəldi, Quniyəyə şəhrin dörd bir yanını gəzirdi. Deyirdi, devlərdən, yırtıcı adamlardan, tərsə düşüncələrdən, tərsə düşünənlərdən bezmişəm. İnsan axtarıram. گفتیم یافت می نشود جسته ایم ما گفت آن که یافت می نشود آنم آرزوست. Biz ona deyirdik, sən axtaran tapılmaz, biz axtarmışıq. Dedi, tapılmayanı tapmaq mənim arzımdır. بشنیدم از هوای تو آواز طبل باز آمدم که ساعد سلطانم آرزوست. Mən sənin avazını eşitdim. Axı mən bir qartal kimi sultanın biləyində oturmağı arzulayırdım. Qartal biləkdə oturmaq tüylərin ən əski dəblərindən sayılırdı. گفتی ز ناز بیش مرنجان مرا برو آن گفتنت که بیش مرنجانم آرزوست. Sən mənə deyirdin, məni bundan artıq incitmə. Mən sənin elə deməyini arzulayırdım. وان دفع گفتنت که برو شه به خانه نیست وان ناز و باز و تندی دربانم آرزوست. Sən mənə deyirdin, get, şah evdə deyil. Mən sənin belə qapıçılığını, iti kəskin olmağını arzulayırdım. Mən gəldim Şəmsə dedim, بنمای شمس مفخر تبریز روز شرق من هدهدم huzur Süleymanəm arzust. Doğu dünyasından çıxmısan, ey Təbrizin fəxri, Şəms-i Təbriz. Üz göstər, mən bir bubbu kimi hop quşam. Amma sən Həzrəti Süleymansan. Mən Həzrəti Süleymanı görmək mənim arzumdur.